Salam hörmətli izləyicilər, bildiyiniz kimi İosif Vissarionov Stalin 30 il müddətinə Sovet İttifaqına rəhbərlik etmiş, onu idarə etmişdir. Onun ölüm tarixi 1953-cü il 5 marta təsadüf eləyir. Belə ki, o xəstələnir, beyninə qan sızması nəticəsində dünyasını dəyişir. 5 mart 1953-cü ildə deməli, onunla vidalaşmaq üçün, onun dəfn mərasimində iştirak etmək üçün 10 minlərlə, 100 minlərlə insan kütləsi küçələrə axışır və beləliklə də basabas düşür və çoxlu sayda insan həlak olur. Deməli, həlak olanların sayı dəqiq məlum olmasa da, çoxlu sayda insanların həlak olması bildirilir və beləliklə də bir nəfərin hətta meyidi, yəni orada nömrələnir, 1422 nömrəsi vurulur ki, yəni bu insanın şəxsiyyəti məlum deyil. Beləliklə də Stalinin cənazəsi deməli Lenin mavzoleyi yanında qoyulur. Bu mavzoley 1953-1961-ci ilə qədər deməli Lenin-Stalin mavzoleyi adlanır. Lakin 1961-ci ildə Sovet İttifaqı Komünist Partiyasının 22-ci qurultayında qərara alınır ki, Stalin Leninin vəsiyyətlərini yerinə yetirmədiyi üçün, onun vəsiyyətlərinə əməl etmədiyi üçün onun cənazəsi mavzoleydə qala bilməz. Ona görə də 1961-ci il oktyabr ayının deməli 31-dən noyabrın 1-nə keçən gecə onun cənazəsi mavzoleydən götürülərək Kreml divarı yanında dəfn olunur və onun üzərində abidə ucaldılır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.